demək yaranın kənarlarını yod məhlulu silirik. Ən birinci yuyuruq yaranın üzərini ki, orada qum falan ola bilər də, uşağın infeksiya düşə bilər ayağına, yarasına. Sonra kənarlarını yod ilə ya spirtlə bir silirik, kənarlarını ancaq yaranın. Qıc olma zamanı. Qıc olma zamanı. Qıc olma zamanıdır. Mən elə bilirəm, uşağı yan tərəf üstə uzadırıq, böyür üstə. Odur. Yəni əgər 38 dərəcədə 38 dərəcədən yuxarı olarsa, onu bilmirəm, yalan deyərəm. Yəni ilk öncə dərhal təcili yardım çağırmalı. Təcili yardım bəli çağırmalı. Uşağın paltarlarını çıxartmalı. Onu qızdırmada soruşursunuz. Qızdırma iki cür olur. Biri aşağı, temperatur aşağı düşür, biri yuxarı qalxır. Yuxarı qalxanda tez paltarlarını çıxardırıq. Otağın pəncərəsini biraz yan tərəfini açırıq. Nəm soyuq su ilə alnına qoyuruq, qolunu, ayağını, və sulu da su əski ilə silirik. O cür yardım göstəririk. Əgər ki, aşağı düşərsə temperatur, o zaman ayaqlarını isti eləyirik, Ona, yəni dərisinə masaj eləyərək temperaturu yuxarı qaldırmağa çalışmalıyıq da. Bağların gəlinməsi. Nələrin? Bağların gəlinməsi. O da qıc olma kimidir də. Onu bilmədim mən. Yox, uşaq əgər tutaq ki, səhv ayaqqabı geyinirsə, ayaq burxula bilər. Onu bilmirəm. Əzilmə. Əzilmə zamanında, əgər yıxılıb əzilibsə ayağı, soyuq buz qoya bilərik də, ancaq onun üzərinə. Təcili yardıma müraciət edirik. Qorxulmada da, qıxsınıqda da. Yanğın zamanı davranış prosedurları hansılardır? Yanğın zamanı nəm əskini, demək, tüstü dolarsa içəri, onu soruşursunuz. Bəli. Demək, orada pəncərələri açmalıyıq. Nəm əski, yaş əskini isladıb uşaqların ən birinci burnuna tutmalıyıq, burnunun ağzına yaş əskini. Sonra havalandırma da pəncərələri açmalıyıq. Bu cür uşaqlar məsələn çölə çıxmağını təmin etməliyik. Ən birinci amma yaş əskini ağza tutmalı ki, tüstü boğmasın, zəhərləməsin. Zəlzələ zamanı. Zəlzələ zamanı təhlükəsizlik içəridə isə çölə qaçmaq lazım deyil də. Məsələn, bir şkafın kənarında mı dururuq? Ya stolun kənarında, belə stolun altına girməliyik, belə bir şeylər ki, uşaqların yəni təhlükəsizliyini qorumaq üçün. Pilləkənlərə qaçmaq olmaz da, bunu həmişə də deyirlər. Bəli, doğrudur. Çox sağ olun, müəllimə, təşəkkürlər. Çox sağ olun. Leyla müəllimə. Axşamınız müəllimə. Hər vaxtınız xeyir. Buyurun müəllimə, siz deyin. Terror aktı baş verərsə nə etməli? Terror aktı baş verəndə uşaqlara əvvəlcə ümumiyyətlə bütün demək olar ki, bunu həmişə uşaqlara aşılamalıyıq ki, tanımadığı adamlarla danışmamalıdırlar. Həmin şəxsin yanına getməməlidir. Müəllim özü də lazımi orqanlara, ora necə deyim, qoru dildən axran deyirik də, mühafizəçiyə lazım orqanlara yəni xəbər bildirir. Uşaqları otaqdan çıxartmır və yaxud da təhlükəsizlik qapısı, arxa qapı varsa, yəni müvafiq orqanlara xəbər etdikdən sonra təxliyə olunurlar, onların göstərişi ilə. Yəni öz başına durub koridora harasa uşaqları çıxartmaq olmaz. Bəli. Sonra çıxıq nədir? Çıxıq uşaqlarda
əzilən vaxtı süngün oynağın yerindən deformasiya olması da çıxmasıdır. Bu zaman müəllim nə etməlidir? Müəllim uşağı ilk öncə hərəkətsiz qoymalıdır. Yəni necə deyim, uşağı hərəkət elətdirməməlidir. Uşağın tutalım qolu sınıbsa, ya çıxıq deyilsə, hə çıxıbsa, onu tərpətməməlidir. Tibbi yardım çağırış eləməlidir. Sonra həmin yerə buz qoymalıdır ki, şiş olmasın. Belə. Aha. Bağların gəlinməsi. Hə, bağların gəlinməsi bu uşaqlarda bəzən ayaqqabının səhv geyinməsi vaxtı da olur. Burada deməli immobilizasiya, yenə hərəkətsizlik təmin olunmalıdır. Burada şikinliyi, ağrıları aradan qaldırmaq üçün həmin yerə buz və ya soyuq nəsə kompres tətbiq eləməlidir. Sonra buraya bandaj tətbiq olunur. Yaranın ətrafına istirahət vermək lazımdır. Yəni tərpətməməliyik. Şiddətli ağrı halında uşağa yaşına müvafiq olaraq ağrı kəsici vermək olar. Təbii ki, həkimə də müraciət etməliyik. Əzilmə. Hə, əzilmə. Əzilmə zamanı uşağın belə deyim də həmin yeri soyuq buz tətbiq edirik, qan daha da axmasın deyə. Sonra təcili yardıma xəbər edirik. Sonra zədələnmiş orqan üçün rahatlıq yaradırıq. Məsələn, tutalım ki, küt bir alətin nəticəsində uşaq əzilibsə, həmin yerdən əşyanı uzaqlaşdırırıq, uşağa rahatlıq verməliyik. Sonra uşağın bu əzilmə nəticəsində qanaxma ola bilər, buz qoymalıyıq. Həm də paltarın yadını rahatladırıq ki, yəni bu uşaq ağrıdan, həyəcandan ürəyi sıxıla bilər. Belə. Qızdırma nədir? Yüksək, yəni fonda qızdırma. Hə, qızdırma zamanı otağın pəncərələrini açmalıyıq ki, təmiz hava daxil olsun. Uşağın əynini nazikləşdirməliyik. Uşağı soyuq dəsmalı, soyuq su ilə isladılmış dəsmalı uşağı kompres edə bilərik, silə bilərik və yaxud da onun yaşına uyğun temperatur salıcı müvafiq olaraq dərman da vermək olar. Sonra xəstəni qətiyyən baxımsız buraxmaq olmaz. Uşağa nurafen, parasetramol, belə dərman, yəni uşağın öz yaşına uyğun dərman verə bilərik. Təcili yardım, uşaq əgər ağırdısa, artıq qızdırma dərəcəsi 38,8 və ya 40 dərəcə yaxındırsa, artıq bu uşaqda sulurğa verə bilər. Bu halda da bədən temperaturu yüksək olduğu halda əl və ayaqlar buz kimi olur. Bu artıq sulurğanın əlamətləridir. Təcili tibbi yardıma xəbər etməliyik. Qanaxma neçə cürdür? Qanaxma? Aha. Qanaxma dediniz müəllimə. Qanaxma neçə cür? Bir var ki, qanaxma, məsələn, belə başa düşmədim müəllimə, öz Yəni bildiyim kimi. arterial var orada, venozdur, kapillyardır. Hə, elə, hə. Aha. Məsələn, o jüqut vasitəsilə sıxılır, yəni sarğı ilə bağlanır ki, və yaxud da buz nəysə parçanın arasında qoyulur ki, o daxildə olan kapilyarlar buz onu dondurur, qanaxmanın şiddətli qanaxmanın qarşısı alınır. Jüqut vasitəsilə də sıxılır. Əgər sarğı olunanda da 4 dəfədən artıq qatlanmır, 4 dəfə qatlanır. Bağlanmış sarğı 24 saat ərzində qala bilər. 24 saat ərzində, yəni bir gün sonra açıla bilər. Bir də sonra orada nə var idi? Jüqut da altına, hə. Buyurun. Hə. Sonra orada var idi, jüqut altına sıxılanda onun müddəti var idi. O testi səhv eləmişdim. Orada yadımda qalıb 1 saat, 1 saat yarım idi. Çox olmuş. Hə, 1 saat yarım, hə. Hə. Kapilyer qanaxma nədir? Kapilyer qanaxma damarın qanaxmasıdır da. Yox, damcı gəlir. Yox. Hə, damcı gəlir. Ta ki biz barmağımızı kəsiriksə, oradan qan necə gəlir? Damcı o formada. Hə, elə. Aha, çox sağ olun Leyla müəllimə, təşəkkürlər. Sağ olun. Eyma,
profil olan müəllimə. Bəli, müəllimə, buyurun. Elektrik rezetlərindən uşağa ilk yardım necə olunmalıdır? İlk yardım necə olmalıdır? Əvvəl elektrik sahəni soyutmaq, yəni elektrik cərəyanından çıxartmaq. Sonra əgər ola bilər ki, o uşağın bədənində elektrik qalsın, ona görə onu hərəkətsiz vəziyyətə salmaq ki, yəni ki, tərpətməmək də. Sonra paltarı yüngül, onu əl vurmaq olmaz əgər yüksəkdirsə. Əl vurmaq. Unutdum müəllimə. Yəni burada heç bir dərmansız və itki verilməz. Heç bir dərman, ancaq təcili tibbi yardım, onu tərpətməmək, təcili tibbi yardıma müraciət etmək. Çünki ən qorxulu elə bil ki, təhlükəli bir prosesdir bu. Aha, bəli. Sonra siz mənə deyin, yüksək qızdırma zamanı. Yüksək qızdırma, ən yüksək qızdırma 38 keçirir, yəni 38, onda 8 ya 38. Bu təhlükəli bir haldır. Uşağın əynini nəzitmək, qapı pəncərəni belə açıq qoymaq, ona alnına nəm dəsmal qoymaq, qızdırmanı salmaq üçün lazımi vəsaitlərdən, dərmanlardan istifadə etmək. Əgər çox yüksəkdirsə, artıq ondan sonra biz təcili yardım çağıra bilərik. Amma ayağına, alnına yaş dəsmal qoymaq, bir də əynini çox nəzitmək ki, uşaq daxildə ürək partlaya bilər də, yəni ürəyində narahatçılıq yaratmasın. Həşərat işləməsi zamanı. Nə? Həşərat işləməsi zamanı. Həşərat işləməsi zamanı uşaq bunda da elə bir ki, əvvəlcə uşaq, məsələn, bizdə ən çox olur ağrı sancmaları. Onun zəhərini çıxardıb, ondan sonra onun üstünə spirt, nəsə də tibbi yardım üçün vəsait qoyulub, sonra kənarlarına buz şişkinliyi götürmək üçün buz qoymaq. Bir də ağrı kəsici, uşaq ağrıyırsa, ona ağrı kəsici vermək lazımdır ki, şiddətli ağrıya dözə bilsin. Amma yanğın zamanı davranış prosedurlarına nələrdən? Yanğın zamanında nəm dəsmal tutmaq, üstüdən boğulmamaq üçün, sonra uşaqları nizamla düzüb pəncərədən kənar saxlamaq, məsələn, güzgüdən kənar saxlamaq ki, onlar içəri tökülə bilər. Sonra giriş qapısına tərəf uşaqları aparmaq. Burada sıra, əgər uşaq bəzən deyə bilər ki, mən orada bir gəlinciyim qalıb, oyuncağım qalıb, buna qəti icazə verməmək. Ki, o əşyanı sonra da götürmək olar. Kənar, liftə yox, pilləkənlərlə, təhlükəsiz pilləkənlərlə çölə çıxartmaq, uşaqları təxliyə edib həyətə düşürmək, ta elə bil ki, təhlükə keçməyənə qədər onları yuxarı çıxartmağa. Bir də onların çıxandan sonra sayına da baxmaq ki, yəni uşaq qala bilər, qala bilməz. Zəlzələ zamanında əgər masa varsa, ya divarın kənarına uşaqları düzmək, bacardıqca pilləkənlərdən istifadə edib uşaqları aşağı düşürtmək, yenə də binanı təxliyə olub bir kənarda, hündür binaların kənarında yox, meydançaya toplamaq lazımdır ki, bir də ki, təkanlar baş verə biləcək ola bilər deyə tez binaya qayıtmamakda, təmin olunandan sonra binaya qayıda bilər. Uşaqların təhlükəsini təmin etmək məqsədi. Terror vaxtı zamanı? Terror vaxtı zamanındakı ya da hər hansı bir əşya görən. Bunun üçün biz maarifləndirmədən istifadə etməliyik. Uşaqlara bu haqda əvvəldən məlumat verməliyik. Əgər yad bir əşya görürsə, uşaqları kənarlaşdırıb, həmin sahədən kənarlaşdırıb təhlükəli ərazidə. Sonra elə ki, lazımi yerə bir məlumat vermək lazımdır. Uşaqları da başa salmaq lazımdır ki, tanımadığı, bilmədiyi adamla yaxın olmasın. Bir də ki, hər hansı bir əşyaya əl vurmasınlar. Aha, bəli. Çox sağ olun, müəllimə, təşəkkür edirəm. Çox sağ olun, siz sağ olun. Buyurun. Təbəssüm müəllimə. Bəli, müəllimə, buyurun. Silinmə və cızıqlar zamanı nə etməli? Müəllimə, silinmə və cızıqlar zamanı orada bayaqları o dediyim suallardan biridir. Orada yaranın qıraqlarına elə bir ki, o məhlulu çəkirsən, yoddur, ya da ki, o betanten məhlulunu. Sonra yaranı müəllimə yuyuruq.
ki, orada olan çirkli, tozlu infeksiyalar yox olsun. Aha, bəli. Əzilmə. Əzilmə zamanındakı burada elə bil ki, uşaq əziləndə orada sıx bağlamalıyıq ki, orada elə bil ki, əzilmə zamanı uşaq hərəkət edərsə, orada damarlar olur da, onlar zədələnə bilər. Mən belə yadımda saxlamışam. Sıx bağlamalıyıq. Aha, bağların gərilməsi nədir? Bağların gərilməsi də odur ki, burada uşaqlar, məsəl üçün, bunu mən müşahidə edirəm, ən çox orta qrupda olur. Hal-hazırda mən orta qrupda işləyirəm. Burada uşaqlar ayaqqabılarını həmişə səhv geyinirlər. Sağı sola, soldakı sağa geyinirlər. Bu da uşaqlar üçün təhlükə yarada bilər ki, uşaqların ayağı dolaşar və orada yıxıla bilər. Və siz orada da qeyd etmiş ki, burada müalicəli ayaqqabılar olur, ayrı seçib deyərsən. Elə ayaqqabılar geyinəndə, müəllimə, onlarda belə başa düşürəm ki, heç bir elə bir şeylər olmur. Çünki bunlar ayaqları tarazlayır. Bu müalicəli bir ayaqqabıdır. Aha. Burun qanaxması. Burun qanaxması zamanı burada elə bil ki, burnu elə bil ki, yumaq olmaz da, yəni möhkəm biz burnumuzu yuya bilmərik. Çünki orada əgər bir başa yük düşər, orada burun qanaxması olar və orada başımızı arxaya əymək olmaz. Çünki əgər arxaya əyərəksə, bu elə bir ki, qan gedər nəfəs borumuza və orada bizdə boğulma halları rast gələ bilər. Yəni, biraz başımızı aşağı əyə bilərik, amma yuxarı qaldıra bilmərik. Tam arxaya əymək olmaz. Bəli. Hipotermiya və donma. Hipotermiya və donma burada əgər uşaqlarda ən çox əllərdə uyuşma olur, donarsa, burada biz testdə belə bir sual düşmüşdü. Biz burada buzdan istifadə edə bilmərik. Uşaqları biz burada isti adyalmı ya bükməliyik ki, uşaqlar elə ki, donmanı aradan qaldırsın. Yəni, burada müəllimə yadımdaydı ki, isti içkilər vermək lazımdır. Sonra müəllimə orada sual var idi, necə deyim, bu yemək yeyəndə protein qaybı, elə bir sual var idi orada, səhv eləmirəmsə. Donma zamanı onları qəbul etmək lazımdır ki, insanda elə bir ki, bu donma aradan qaldırsın. Terror aktı baş verərsə? Terror haqqı baş verərsə, burada da müəllimə uşaqları elə ki, nəzarətsiz qoymaq olmaz. Əgər şübhəli bir insan görəriksə, bunu hər hansı bir orqanlara zəng vurub deyə bilərik, ya bağçanın rəhbərinə deyə bilərik ki, bu terror haqqı aradan qaldırılsın. Zəlzələ baş verərsə? Zəlzələ baş verərsə, burada da elə bir ki, bir küncdə dayanmaq lazımdır. Masanın altına elə ki, girə bilərik. Liftdən istifadə qəti olmaz. Çünki liftdən istifadə olarsa, burada həm insanların ürəkləri sıxıla bilər, yəni özünü yaxşı hiss edə bilməz zəlzələ zamanı. Oradakı pilləkənləri elə ki, necə deyim, düşmür olmaz. Ən çox burada həyətə də düşə bilərik. Çünki o vaxt mənim yadımdadır, neçə illər bundan qabaq zəlzələ olmuşdu, mən uşaq idim onda. Yəni, hərəsə bir bağlı yerdə otura bilərik, ya həyətdə bizdə orada o vaxt toyxana deyirdilər də, yasxana mərasimləri, orada məsəl üçün bu qapalı vəziyyətdə biz bir qıraqdan otura bilərik. Yəni, hərəkət edə bilmə olmaz zəlzələ zamanı. Yanğın baş verərsə? Burada da yanğın baş verərsə, bu yanğın orada elə tüstü olur da, yanğın baş verərsə. Yəni, orada uşaqlara nəm əski biz verə bilərik ki, burada elə ki, o nəm əski ilə tüstünün qabağını ala bilsin ki, uşaqlar boğulmasın və uşaqları çox yaxına buraxmaq olmaz yanğın zamanı. Elə ki, uşaqları, elə əşyaları var ki, orada qala bilər otaqda. Yəni, biz onu deyə bilmərik ki, uşaq getsin, götürsün və ya istəyi ilə. Çünki yanğın daha da dəhşətli ola bilər. Orada parçalar olar ya otaqda uşaqların üzərinə və ya müəllimənin üzərinə düşə bilər. Biz bunu belə qorumalıyıq uşaqları. Bəli, doğrudur. Çox sağ olun, təşəkkür edirəm. Buyurun müəllimə. Sonra digər sual cavabda iştirak etmək istəyən müəllimələr, haradasınız? Niyə işarəsi qaldırmırsınız? Kəmalə müəllimə, sizin səsinizi eşidirəm. Bəli, buyurun. Buyurun müəllimə, yanğın baş verərsə nə etməlisiniz? Yanğın baş verərsə, etməliyik. biz dərhal uşaqları ya stolun altına başını belə əydirib orada saxlamalıyıq və yaxud da stol yoxdursa da divarın kənarında əyilib belə aşağı saxlamalıyıq ki, yəni uşaq qorxmasın.
və linkdən düşürmək olmaz, pilləkənlə yazılımda düşürmək. Hı -hı. Ondan sonra tüstü ağzına dolmamaq üçün nəmli əskini burnuna tutmaq lazımdır ki, uşaqlar boğulmasın da tüstüdən. Və orada olar da pəncərə ayağını açmaq ki, tüstü geçsin içəridə. Boğulmasın uşaqlar, yəni belə. Aha, seyrilmə zamanı, Acan, seyrilmə baş verərsə, nə baş verərsə biz başa düşürük. seyrilmə. Cızdıq seyrilmə baş verərsə nə etməli? Şeymə, Seyrilmə. Müəllimə, nədir? siyrilmə deyil. Yəni Çıxıq qol nədir? siyrilərsə. Çıxıq nədir? bəli, Çıxıq. çıxır. Hı -hı. Əgər uşağın uzaq olasın, uzaq olasın bizim baxçalardan ayağı çıxırsa, biz onu tərpətməməliyik. Sadəcə o uşağı uzandırırıq ki, ayağını tərpən olmaz da, yəni. Və təcil yardımı çağırırıq ki, yəni gəlsin uşağa yardım etsin. Yəni biz edə bilmək də, yəni. Bağların Hı. gərilməsi. Bəli, Bağların gərilməsi. o nə deməkdir? Başa düşmədim. Yəni əgər ayaq burxularsa, Hə. Əgər ayaqda belə bir problem olarsa, biz dəsmalla onu bağlaya bilərik və yaxud da su da qoymaq olar, kompres, buz da belə. amma siz PDF oxumusunuz. Hə, oxumuşam, təəssüf belə oxumuşam. İşdə oxumuşam, işdə çatdıra bilmədim, işdə oxudum. Mənə bir daha oxuyun bu PDF-i. Zəhmət olmasa. Yaxşı. Burun qalxması nədir? Burun qanaxması o deməkdir ki, yəni uşağın burnu qanayırsa, həqiqətən belə bir hadisə baş verib bağçada, mən çalışdım, burnu uşağın belə çox sildi, o da qan gəzmədi. Amma mən başa düşdüm ki, o eləməli deyil. Yalnız uşağın burnunu sıxmalıdır və 3%-li nədir o, periklisdən pambığa töküb qoymalısan və yaxud da burnunu sıxmalısan və başı çox qala eləmək olmaz. Bir qaydaya saxlamaq lazımdır ki, uşağın başını belə dal edib uzaq olsun. Qanaxma beyinə qansızlar, uzaq etsin. Allah hamımızı qorusun. Yalnız onu da periksi qoysan burnuna ki, burada qanaxma dayansın. Və burnunu sıxmaq lazımdır ki, qan dayansın. Çox axmasın. Yəni, daha belə sürmək, eləmək, o qanı davamlı gətirir. Dayanmır, qan dayanmır. Silmək lazımdır. Lazımdır ki, belə burnunu sıxasın ki. Bir də 3% periksinə qoymaq lazımdır bunu və sıxılır. Bir də soyuq su qoymaq olar da. Mənim vaxtda mənim qohumlarımızda belə şey olanda biz soyuq su qoyuruq bunlar ki, o yaxşı əslində dayandırsın. Elə olar da müəllimə soyuq su qoymaq. Soyuq su, yəni indi hal-hazırda tampon qoyurlar. Yəni indiki siz soyuq suyunu müsahibədə deməyin. Yəni burada desəniz də olar. Müsahibədə bunu deməyin, soyuq su. Sadəcə olaraq tutaq deyə bilərsiniz ki, xəstəni rahat oturtmalı, yəni başı arxaya əyilməməli. Bəli. Əyilməməlidir. Yəni bu formada, yəni PDF-də necə yazılıbsa, onu diqqətlə oxuyarsınız, bir də zəhmət olmasa. Çox sağ olun müəllimə. Çox sağ olun. Buyurun. Buyurun, siz sağ olun. Sual cavabda iştirak etmək istəyən müəllimələr belə başa düşürəm ki, yəni sual cavabda iştirak etmək istəmirsiniz. Gəl şarəsi qaldı. Salam axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Necəsiz müəllimə? Çox sağ olun müəllimə. Allah razı olsun. Mən də sual cavabda iştirak etmək istəyirəm bildiyim qədər. Aha, nə gözəl. Arterial qanaxma nədir? Necə müəllimə? Arterial qanaxma nədir? Arterial qanaxma. Elə bir ki müəllimə şiddətli qanaxma olarsa altına bir parça qoyub qanaxmanı dərhal dayandırmaq lazımdır. Venoz qanaxma Aha, venoz qanaxma. Venoz qanaxmada da
ətrafı sıx sarğı ilə sarmaq lazımdır. Aha, kapillər Biraz qanaxma. qanaxma çünki damcı gəlir. Ona görə də yara bantı ilə sıx sarmaq lazımdır. Hansı qanaxma? Damcıdan Kapillər qanaxmadır. Bəli. Kapillər. Hipotermiya və donma. Hipotermiya qanaxma zamanı Yox. Hipotermiya və donma. donma bu elə bil ki bu zaman uşağı isitmək lazımdır. İsti yerdə yatızdırmaq lazımdır. İsti içkilərdən, yeməklərdən vermək lazımdır. Aha. Bağların gəlirməsi. Bağların gərilməsi elə bil ki uşaqların ayaqlarının dartılmasıdır. Bu tez-tez baş verən bir zədələnmə hadisəsidir. Uşaqlar pəncəsi üstündə yeriyir, belə bir uşaqlar. Aha. Şiddətli ağrılar olduqda həmin ağrıyan nahiyə buzlu su və yaxud da soyuq su qoymaq lazımdır. Tibbi yardım etmək lazımdır. Və yaxud da uşağın yaşına uyğun olaraq dərmanlardan istifadə etmək lazımdır və həkimə müraciət etmək lazımdır. Əgər şiddətli ağrı olarsa, istifadə etməlisin. Daha yaxşı olardı. Əzilmə nədir? Necə müəllimə? Əzilmə. Əzilmə bu vaxtı uşaqlara ki, əzilən yerinə buzlu su və yaxud da soyuq su qoymaq lazımdır. Bunlar spazmanı aradan götürür. Sonra ora sıx sarğı qoymaq lazımdır. Yanğın zamanı uşaqların təhlükəsizliyini təmin etmək üçün uşaqlar müəllimlərin dediklərinə əməl etməli və liftdən istifadə etməməli, pəncərəyə yaxın olmamalı və nəsə qalıbsa geri qayıtmamalıdır. zəlzələ baş verən. Zəlzələ baş verən zamanda yenə müəllimənin tapşırığını uşaqlar yerinə yetirməli, liftdən istifadə etməməli, stolun hər hansısa bir əşyanın altında oturmalı, pəncərəyə yaxın yerdə olmamalıdır. Aha. Belə. Əgər terror aktı verirsə, Yenə müəllimənin nəzarəti altında olmalı, hər kəs tanımadığı bir kəslə əlaqəli olmamalı, mühafizəyə məlumat verilməli və təhlükəsizliyi uşaqların təmin olunmalıdır tərbiyəçi tərəfindən. doğrudur. Çox sağ olun, mənim təşəkkür edirəm. Siz sağ olun müəllimə, çox sağ olun. Buyurun. Digər müəllimələr sual cavabda iştirak etmək istəyən müəllimə varsa işarəsi qaldırsın və yoxsa səs açsın, bildirsin. Yoxsa dərsimizi yekunlaşdıraq. Aha. Demək, sual cavabda iştirak etmək istəyən müəllimələr yoxdur və bugünkü mövzumuz, dərslərimiz bura